Açığı bu mövzuya toxunmaq həm çətindir, həm də düşünürəm ki, o insanların adını çəkəndə onların özünə bir təqqirdir də. Təbii ki, mən öncədən onlardan üzr istəyirəm, sonra kiçicik olaraq bu mövzuya toxunmaq istəyirəm. Bir neçə gün bundan əvvəl bir qadın tanıyıram. Məkkə, Mədinə, Həccə gedir, oradan görüntülər çəkir, paylaşır və bu yaxınlarda da bir görüntüsünü gördüm onun. Həcdə ağlaya-ağlaya, dua edə-edə, özü üçün mən pakam, mən təmizəm, mən müqəddəsəm. Allah mənə qismət edib ki, mən bu yerlərə, bu müqəddəs yerlərə gəlmişəm ziyarətə, ayağım bu torpağa dəyir falan. O qədər belə dualar edir, danışır. Onu tanımayan təbii ki, hamı yazır ona ki, Allah qəbul etsin. Görsən nə qədər müqəddəs adamsan, nə qədər təmiz adamsan ki, məhz ora getmək, oranı görmək sənə qismət olub. Əzizlərim, bəzi qadınlar var ki, yenə də deyirəm, mən üzr istəyirəm. Bəzi məhz həmin qadınlar var ki, onlar həccə getmək üçün bəzi şəhid ataları var. Onları yoldan çıxarır. O atanın, o ataların hansı ki şəhidlik onlara veriləcək o pul var da, onları məhz belə qadınlara xərcləyirlər. Bəzi şəhid ataları. O qadınlar da gedib orada dualar edir ki, Allah bizə qismət etdi, biz bura gəldik öz halal zəhmətimizlə. Etməyin bunu. Etməyin bunu qadınlar. Kimə toxunursunuz, toxunun. Bu şəhid olmuş oğlanlarımızın, balalarımızın atalarına toxunmayın. Onlara verilən o pul var, ona toxunmayın. Gedin nə qələt edirsiniz edin. Gedin hansı nəyi edirsiniz edin. Bunların adından olmaz.